Hamını salamlayıram. Bugün təzə rubrika açırıq. Doktor, bir dənə sualım var. Təbii ki, bir dənə olmayacaq, bir neçə dənə yüksək səviyyəli suallar olacaq. Hansıları ki, bəlkə siz utanırdınız, amma mən verəcəm. Yanımdakı mənim əziz podruqam Fidan, pediatr pulmonoloq, Mediclub Kids-də işləyir. Fidan, birinci sual. Kondisionerin altında oturub xəstələnə bilərəm ya yox? Yox, təbii ki, yox. Aha. Bəs niyə hamı bundan qorxur? Çünki yəni onsuz yayılıb, kondisionerin altında oturdum, xəstələndim, yatdım, xəstələndim, amma əslində kondisioner havamızı qurudur. Normalda havanın nəmliyi olmalıdır 40-dan 60-a faizini götürəndə, amma kondisionerin altında hava qalır 30-dan aşağı. Burnumuzda olan silikli qışalar quruyur, nəmliyi azalır. Ona görə də virus ora daha tez oturur. Başa düşdüm. Yəni virus yoxdursa sən xəstələnməyəcəksən. Yox. Virus varsa ehtimal yüksəlir. Bəli. İmmunitet birazca zəifləyir. Biraz da zəifləyir. Yəni bu mən bədənimdə bu virus yox idisə mən xəstələnməyəcəm. Bəli. İkinci sual. Məsələn, soyuqlanmışam və boğazım ağrıyır. Bu halda mən dondurma yeyə bilərəm ya yox? Mən tövsiyə edirəm yeməyə. Hətta tövsiyə edirsən. Niyə? Çünki iltihab olanda bizim kapillarlarımız yekədir. Qan dövrü orada çoxalır. Soyuq ora gələndə kapillarlar daralır, iltihab həmin yerdə azalır. Wow. Yəni biz rahat tövsiyə edə bilərik dondurmanı, əgər boğazınız ağrıyırsa. Dondurma bizdə belə deyirlər də qarqara. Qarqara eləməkdənsə daha yaxşıdır. Wow, qarqaradan da yaxşıdır. Görürsüz? Bunu həkim dedi, bloqeri yox. Üçüncü sual. Əgər sən pulmonoloqsansa, ağciyərlə məşğulsansa, öskürəyi nə ilə sağaldın? Ən sevmədiyim sual. Öskürəyi müalicə eləmək lazım deyil. Çünki öskürək xəstəlik deyil. Öskürək hansısa bir xəstəliyin göstərici bir simptomudur. Öskürə bilərik ki, bizdə reflüks var, yəni mədəmizdən yuxarı yemək qalxır, o da öskürək verir, nevrotik öskürək olur, adenoid uşaqlarda burnun içində adenoidit olanda orada da öskürək olur, allergik öskürək olur, asmada öskürək olur, burnumuzdan boğazımıza arxa tərəfdən bəlkəm yığılanda onda da öskürürük, yəni onun min dənə səbəbi var. Öskürək sadəcə simptomdur. Bəli. Və onunla biz heç nə edə bilmərik. Heç nə. Tapmaq lazımdır ki, öskürəyin səbəbi nədir və səbəbini müalicə eləmək lazımdır. Onda da öskürək keçəcək. Əlbəttə. Siroplar, mukolitik, yəni Bakıda tez-tez görürəm. Çox məşhurdur. Hə, Lazalvan, ən böyük sevgi Lazalvan. Onların hamısı bizim aşağı tənəffüs yollarımızda bəlğəmi çoxaldır. Səbəbi bilmədiyimiz yerdə, yəni biz üstündən də, burdan da bəlğəm veririk və yəni öskürək daha da artır. Biz miflərin içində yaşamışıq, bilməmişik bunu. Hətta Lazalvanın sayfası, mən onları tag eləmişdim ki, bəs siz yazırsınız ki, öskürək azaldın, istifadə eləyin Lazalvanı. Onları tag elədim və onlar 1-2 dəqiqənin içində məni bloka atdı. Yəni pediatr pulmonoloq Fidan Lazalvan tərəfindən bloklanıb. Deyəsən mən də bloklanacağam, eybi yox. O qədər də böyük bir itki deyil. Növbəti sual milli metodlardan olacaq. O ki, buruna sarımsaq suyu tökürlər, nə bilim, yodla qarqara eləyirlər, sistem vururlar, bankalar vururlar. Bu barədə nə deyə bilərsən? Ancaq ağlaya bilərəm ki, biz bunları eləyirik. Əlbəttə ki, lazım deyil. Heç bir elm sübutları yoxdur. Bunların arxasında həm də ki, zədələyə bilərlər. Banka, hematoma əmələ gətirir, lazım deyil. 1 saat sistemlə durmaqdansa 250 ml-dən daha çox içə bilərsiniz. Ondan sonra oturun bir 5 dənə stəkan çay için. İçindəki təbii ki, çay deyil də, orada vitaminlər falan var. Yox, vururlar ən çox nə? Vitamin C. Vitamin C göstərib ki, elm sübutlardakı kəskin respirator infeksiyası olanda heç bir köməyi olmur onsuz. Vururlar adi natri xlor. Natri xlor duzlu sudur da. Duzlu su. Hə, duzlu su. Yəni duzlu su içə də bilərik, hə? Yəni niyə yox? Bir də ki, glukoza, ən sevdiyimiz glukoza. Yəni şəkəri qatın çayın içinə, mürəbbəni qoyun yanına. Heç olmasa həzz alın. Yəni sistem elə budur. Onun başqa heç bir seyri yoxdur. Yox, çox adam deyəndə ki, sistem qoydum.
Çox adam deyəndə Azərbaycanın əksəriyyəti 90% sistem vurur. 250 ml natri xlor götürürlər, onun içinə qatırlar vitamin C, uzaqbaşı Ringer. Ringerdə heç baxmırlar da, yəni lazımdır, lazım deyil. Ringeri biz nə zaman veririk ki, elektrolit çatışmamazlığı var. Onu da heç kim yoxlamır. Prosta Ringer vurur ki, hə, qaytarma oldu ya da ki, nəsə başqa bir problem olsun, onu da qataq. Oh my god. Mən yalanın içində yaşamışam. Valideyn gəldi ki, uşağın yaşıl burun axması var və mən çox qorxuram ki, nə bilim, qaymaritdir ya meningitdir. Yaşıl burun axıntısını görəndə uşaqlarınızda ya böyüklərdə bu əksinə yaxşı bir əlamətdir. Çünki yaşıl rəng, belə izah edeyim. Bir yandan gəlir virus kletkaları, o birisi yandan bizim öz immun kletkalarımız gəlir. Aralarında təbii ki, mübarizə gedir. Yarısı ölür bu tərəfdən də yarısı ölür. Bizim immun kletkalarımız öləndə onların içindən peroksidaza çıxır. Peroksidazanın rəngi yaşıldır. Yəni bu normal prosesdir. Peroksidaza zaten belə sarıltılı, yaşıllı bir rəhdədir və biz burnumuzu tez-tez təmizləməyəndə bu peroksidaza yığılır. Ona görə bizim burnumuzun axıntısı olur sarı ya da yaşıl. O da tez-tez nə vaxt olur? Yatandan sonra. Çünki təbii ki, yatanda gedib burnumuzu təmizləmirik. Bu halda antibiotik lazım deyil. Çox uşaqların valideynləri də, bəzi həkimlərin də xoşuna gəlir bu halda damcı ilə antibiotik yazmaq. Həm bu antibiotik lokal immuniteti azaldır, həm də ki, bizim silik qişamızı nazildir. Gələcəkdə vazomotor ya başqa bir xronik rinit olacaq. Bir də ki, bizim apteklərdə satılır, amma satılmağına rağmen bu preparatlar əslində qara listədədir. Yəni bunlara qadağa qoyulub əslində, amma Bəli. satılırlar. Satılmağa bir qırağa onu alırlar, həm istifadə edirlər. Protargol tərkibində gümüş var. Gümüşü taxa bilərsiniz, amma daxilə istifadə etmək lazım deyil. Çünki gümüş burnumuzun içində yığılır və bizim silikli qışalarımızı başlayır qırmağa. Orada olan kapillarları qırır, yığılır. İmmun sistem pozulur, ümumiyyətlə daha çox səhhətimiz korlanır. Bəli, amma immun sistemi pozulur. Daha çox biz burnumuza izofra vibratsil polideksa, ən pisi izofra polideksa. Onların tərkibində həm antibiotik var, yəni antibiotik yenə deyək ki, virusu müalicə eləmir. Həm qarmon var, özdə bizim bildiyimiz mometazon ya da flutikazon yaxşı qarmon, lokal qarmonlardan deyil, deksametazon var. Deksametazon sistem bir qarmonudur və onu niyəsə damcının içinə qoyurlar və bunu satırlar ki, bu güya ki, burna heyr edir. Burna onlar ancaq adi duz suları, yəni Aqualor, Aquamaris, sistemə qoyduğunuz natri xloru götürün, şpritslə çəkin, burnunuza istifadə eləyin ondansa. Vəssalam. Uşağın burnu yaşıl axırsa, antibiotik istifadə eləməyin. Bu yaxşı bir əlamətdir. Yəni orada immun kletkaları var və onlar mübarizə aparır. Və mənim ən sevdiyim sual, əslində mən buna cavabı bilirəm. Sadəcə bloger bunu insanlara çatdıranda deyirlər sən kimsən axı? Sən kimsən axı? Ona görə də mən sualı sənə verirəm. Məsələn, uşağım xəstələndi, soyuqladı və mən ona antibiotik vermək istəyirəm. Hansı ki, bu arada apteklərdə çox rahat ala bilərsiniz Azərbaycanda və bu düzgün deyil. Əlbəttə ki, yəni başqa ölkələrdə resept olmadan heç kim heç vaxt antibiotik verməyəcək. Bəs antibiotik verməyin nəticələri nədir? Niyə görə verə bilmərik? Rezistentность. Bugün virusdur, siz bu antibiotiki verdiniz, sonra yenə nəsə hansısa bir problemdir, temperatur qalxıb, ya nəsə yenə antibiotik verirsiniz. Özdə ki, düzgündür, düzgün deyil, bu uşağa düşür, böyüyə düşür, fərq eləmir. Əsas antibiotik olsun. Hə, olsun ki, adı getsin ki, bu antibiotik içib. Və uzun müddət mən belə sağaltsam uşağımı nə baş verə bilər? Uşağın birincisi nə yaxşı bakteriyası qalır, nə də pis bakteriyası qalır. Bir də ki, uşaqlar bakteriyalı xəstəliklərə meyillidir bir müddət. Yəni böyük sabah uşağınız pnevmoniya oldusa, heç bir antibiotik onu artıq götürməyəcək. Çünki bundan qabaq içdikləriniz rezistentность göstərir. Yəni bakteriyaları gücləndirdi və bakteriyalar bu antibiotiklərə qarşı onu yemir. Artıq onu yemir.
Birdir ki, bakterial bir diaqnoz qoyduğumuzda baxmırlar ki, bu bakteriya sırf bu antibiotiki yeyir, yemir. Çünki bizdə qram mənfi var, qram müsbət bakteriyalar var. Beyninə ilk ağlına gələn, evdə qalmış bir antibiotik. Hə, iç. O dəfədən qalıb. Qalıb da kakras sroku keçməsin, elə faydası olsun sən iç. Oldu. Bu günə bu qədər. Fidana təşəkkür edirəm. Çox sağ ol. Əla suallara cavablandırdın. Yəni suallar əla deyil, amma cavabların mükəmməldir. Və zəhmət olmasa elmə qarşı hərəkətlər eləməyin, çünki özünüzü böyük təhlükəyə salırsınız. Həkimə müraciət eləyin. Nəsə problem varsa Fidan burdadır. Bay bay.